İqtisadi zonaların İnkişaf Agentliyinin bir hissəsi olmaqdan məmnunam. Çünki inanıram ki, agentlik ölkə iqtisadiyyatının şaxələndirilməsində önəmli rol oynayır. İqtisadi zonaların İnkişaf Agentliyi müxtəlif növ sənaye zonalarını idarə edir. Sənaye parkları əsas mexanizmlərdəndir. İqtisadi zonalarda əsasən qeyri-neft sektoruna, xüsusilə də qeyri-neft sənayesinə diqqət yetirilir. Rezidentlərimiz sənaye zonalarında qeydiyyatdan keçərək müxtəlif layihələr icra edirlər. İdxaldan asılılığı azaltmaq və ölkənin ixrac potensialını artırmaq üçün rezidentlər bütün növ məhsullar istehsal edirlər. Sənaye zonalarımız əlverişli strateji mövqeyə malikdirlər və bütün sənaye zonalarında tam müasir infrastruktur yaradılır. Bunlardan bəzilərinin hətta ölkənin dəmir yolu şəbəkəsinə bağlı olan dəmir yolu xətləri də var. Bunlar bütövlükdə ölkəmizə gələn sahibkarlar üçün yaradılmış müasir infrastrukturdur. Biz həmçinin müxtəlif təşviqlər, vergi və gömrük güzəştləri tətbiq edirik. Yerli və xarici investorlar da daxil olmaqla sənaye zonalarının bütün rezidentləri bəzi vergilərdən azaddılar. Məsələn, torpaq və əmlak vergiləri. Azərbaycanda mənfəət vergisi 20% olsa da, rezidentlər qeydiyyatdan keçdikdən sonra 10 il müddətində bu vergiləri ödəmirlər. Biz həmçinin sənaye zonalarını yaşıl enerji ilə təmin etməyə çalışırıq. Müəssisələri yaşıl enerji ilə təmin etməyi və onlara yaşıl sertifikatlar almaqda yardımcı olmağı hədəfləyən bir sıra layihələri nəzərdən keçiririk. Bu yaşıl sertifikatlar sayəsində onlar Avropa bazarlarına daha rahat daxil olacaqlar. Sənaye zonalarında 20 mindən çox iş yerinin yaradılması planlaşdırılır. Artıq fəaliyyətə başlayan müəssisələrdə 10 mindən artıq yeni iş yeri açılıb. Əgər qeyri-neft məhsullarının istehsalının nisbətinə nəzər yetirsək, ölkədə istehsal olunan qeyri-neft məhsullarının 17%-dən çoxunun sənaye zonalarının payına düşdüyünü görərik. Ölkənin qeyri-neft məhsullarının ixrac nisbəti isə göstərir ki, bu məhsulların 25%-dən çoxu sənaye zonalarında istehsal olunur. Hesab edirik ki, bu ölkənin iqtisadiyyatına müsbət təsir edir.